hər ustad, hər müəllim muğamlar haqqında geniş olaraq danışırlar. Hacıcan, sizin fikrinizcə bayat muğamı daha genişdir yoxsa rast muğamı? Rastı daha çox oxuyurlar. Çünki əslə qayıtsaq ki, Əbul Muğamat, Bəli. yəni muğamların atası adı və o cümlədən ərəb muğamları arasında rastın birinci olması onu göstərir ki, rastdan çox istifadə olunub. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Salam əziz və dəyərli izləyicilərimiz. Xoş gördük hər birinizi Ahəng proqramımızda. Ümidvaram keçən həftələrdə olduğu kimi bu həftədə çox maraqlı bir veriliş olacaq. Çox vaxt itirmədən sizə dəyərli qonağımı təqdim etmək istəyirəm. Hacı İlkin Həsənzadə. Ustad, xoş gəlmisiniz. Çox sağ ol İbrahim, Allah Necəsiz razı olsun. hacı? Sağ olun, siz necəsiz? Allah razı olsun. Təşəkkür edirəm. Hazır bizim bu verilişlərimiz artıq 7 həftə verilişimiz olub və həm kommentlərdən, həm izləyicilərin marağından hiss edirəm ki, çox doğrudan da maraqlı verilişlər olub, Ahəng verilişi xüsusən. Həmd olsun Allaha. Əgər fürsətiniz, əgər imkanınız olarsa, bu həftə istəyirəm inşallah rast muğamı haqqında danışaq. Bəli. Və bilirsiniz də rast muğamı necə maraqlı bir muğamdır, həqiqətən. Muğamlardandır, geniş güşəli muğamlardandır. Bəli, bəli. Bəli, biz təşəkkür edirik buradan bizi izləyənlərə, bizi dəstəkləyənlərə. Allah razı olsun və buradan bütün qarilərimizi fürsətdən istifadə edib salamlayıram. Əlbəttə hamısı ilə görüşə bilməsək də bir çoxun verilişlərə dəvət edirik və gəlirlər, gözəl səslərin nümayiş etdirirlər. Allah razı olsun, səslərinə qüvvət. Amin. Və biz də çalışdığımız qədər muğamlar haqqında geniş danışırıq və bunu da qeyd edim ki, muğamlar haqqında günlərlə danışmaq olar. Bax, siz bir dənə axtarış verin, zəhmət olmasa. Görürsünüz ki, hər ustad, hər müəllim muğamlar haqqında geniş olaraq danışırlar. Baxırsan ki, bu ustada qulaq asırsan, deyirsən ki, mən eşitmədiklərim məsələn Bəzi eşidirəm. muğamlar daha genişdir. Elə onu demək istəyirəm. Yox, ümumi olaraq deyirəm ki, yəni baxırsan ki, hə, bu qədər mən rast haqqında və yaxud da bəyat haqqında bildiyim kifayətləndi, bitdi. Keçirsən başqa bir axtarış verirsən, görürsən ki, elə bir çıxır qabağa, bəyatın elə bir şöbəsindən danışır, deyirsən ki, mən niyə bunu məsələn indiyə qədər bilməmişdim. Yəni araşdırdıqca muğamlar haqqında geniş danışılır. Niyə? Çünki geniş sahəli bir məsələdir və gündən-günə inkişaf edən bir sahədir. Bəli. Ola bilər ki, məsələn 50 il bundan qabaq rastın və yaxud da bəyatın elə bir şöbəsi var ki, onun haqqında məlumat yox idi. Amma indi var. Amma indi var, çünki yaranıb. Bəli, bəli. Və get-gedə inkişaf etdikcə, ümumi olaraq deyirəm bunu, musiqi inkişaf etdikcə, nəğmə inkişaf etdikcə muğamların da şöbələrinin dəyişməsi labüddür. Və bunu da qeyd edim ki, muğamların bir yerə düzülməsi, onların hansından sonra hansının gəlməsi və yaxud da şöbələrin seçilib hansı muğama aiddir, onları yəni bir kitab halına salmaq və yaxud da hər hansı bir kitabda qeyd etmək, bunlar gündən-günə təbii ki, inkişaf edib və edəcək də. Biz konkret burada deyə bilmərik ki, mənim rast haqqında danışdığım və yaxud da bəyat haqqında danışdığım budur, bundan artıq deyil. Bunu biz qəti olaraq deyə bilmərik. Başa düşdünüz necədir? Mənim mütaliəm qədərində ola bilər ki, rast haqqında mən məlumat verə bilərəm. Ola bilər siz daha çox mütaliə edərsiniz və rast haqqında daha geniş danışa bilərsiniz. Azı yeri gəlmişkən, rast sözünün mənası nədir ki? Rast sözü deməli düzgün yol, doğru yol mənasında ifadə edə bilir lüğəti baxımından. Rast muğamı ilk muğamlardandır, ərəb muğamları arasında. Sonradan bəyat gəlir, rastdan önə keçir və rast ikinci muğam olaraq tanınır. Və muğamlara biz bunu bəlkə də verilişlərimizdə qeyd etmişik,
bəyata ummul məqamat deyirlər. Bəli. Rasta isə əbul məqamat deyirlər. Atası. Hə, yəni bəyat Muğamların atası. muğamların anası, rast isə Atasıdır. muğamların atasıdır. Bu nə mənada verilir? Yəni bəyat və rastdan sonra olan muğamlarda çox da biz genişliyi görmürük. Məsələn, gələcəkdə danışılacaq əcəm muğamı haqqında İnşallah. baxırsan ki, o qədər rast qədər genişliyi yoxdur. Hı. Bu onu bildirir ki, yəni oxuyan qari Quran oxuyarkən dinləyici ən çox ondan rast muğamını eşidəcək. Hacıcan, sizin fikrinizcə bayat muğamı daha genişdir yoxsa rast muğamı? Deyərdim ki, rast muğamını daha çox oxuyur qarilər. Doğrudan. Bəli, Mən bəli. bilmirdim. Bəli, Mən bayatı bilirdim. Yox, rastı daha çox oxuyurlar. Çünki əslə qayıtsaq ki, Əbul Muğamat, Bəli. yəni muğamların atası adı və o cümlədən ərəb muğamları arasında rastın birinci olması bu onu göstərir ki, rastdan çox istifadə olunub. Hı. Bəli, sonradan bəyat girir səhnəyə, rast ikinci yeri tutur. Bu o demək deyil ki, rast oxunmur. Yox, elə əslində bir çox qarilər bəyat oxuyandan sonra dərhal rasta keçirlər. Bəzən vaxtı bəyatın, qərarın oxuyurlar və birbaş keçirlər rasta. Dərhal ayaq verirlər rasta. Və rasta gəzişəndən sonra görürsən yenə bəyata ayaq verirlər. Biz izah eləmişdik də bəyatı şuru, bəyatı təvəssüt, bəyatı furu. Başlanğıc, orta və eniş bəyatı. Biz görürük ki, orta bəyat təvəssütdə girmək üçün birinci bəzi qarilər bəyatın, o qeyd edim ki, bəzi qarilər, yəni qarilər də var Mustafa İsmail kimi, bəyatı kamil oxuyur, şöbələri ilə oxuyur, qərar, cavablarını oxuyur. Amma bəzi qarilər və deyərdim ki, əksər qarilər bəyatın qərarına girir, sonra keçir, rasta keçirlər birbaşa. Deməli, biz belə deyə bilərik ki, rast çox geniş bir muğamdır. Ona görə bu muğamların atası ləqəbini alır və ərəb ölkələrində də rast muğamından, yəni İslam ümmətində rast muğamından ən geniş formada istifadə edirlər. Tək Quranda yox, təvaşihlərdə, ibtihallarda. Azərbaycan muğamlarının da içində rast muğamları. Bəli, biz söhbət gedir ərəb Quran muğamları arasında. Bəli. Yəni Quran muğamları arasında olan rast və yaxud da keçirik ərəb. Bəlkə pərdə fərqləri ola bilər, amma adı musiqi olaraq rastdan danışmırıq ki, biz Quranın ahəngi olaraq rastdan danışırıq. Azərbaycan muğamları arasında və yaxud da ərəb muğamları arasında, başqa dünya xalqları arasında rastın danışılsa, yenə deyirəm, o verilişlərə sığmaz. Hər xalq öz oxuduğu rastdan danışsa, onda geniş bir məfhum ortaya çıxacaq. Bizim ümumilikdə muğamlar haqqında qarilərimizə nə qədər lazımdırsa, o qədər çalışırıq ki, bu muğamlar haqqında məlumat verək. Adətən də, yəni muğamı öyrənmək üçün əziz qarilərimizə bunu da qeyd edim ki, bilsinlər. Lazım deyil ki, gedib hər hansı bir muğamın kökünü araşdırsın. Sadəcə olaraq müəyyən qədər ustadlara qulaq asmaqla, müəyyən qədər o muğam haqqında araşdırmaqla edə bilər o muğamı oxusun. Biz özümüz də bura qədər necə muğamlardan istifadə etmişik, öyrənmişik. Araşdırmışıq, qulaq asmışıq və öyrənmişik. Hal-hazırda da həmin muğam haqqında bugün mənim əgər vaxtım varsa, oxumağı artıq öyrənmişəm və mən sərbəstəm, o zaman bəli, muğam haqqında gedirəm, otururam, araşdırıram, hansı ladda oxunur, neçə hissədən ibarətdir, məsələn, şöbələri varmı, yoxmu, hansı şöbələri var və o şöbələrdən mən istifadə edə bilirəmmi, qiraətimdə istifadə edə bilirəmmi? Bunlar haqqında əlbəttə bu günləri mən araşdırıram və
çalışıram ki bir şeylər əldə edim. Təşəkkür edirəm Hacı. Çox sağ olun. Sağ olasın. Hacıcan, bu verilişlərin müsbət xüsusiyyətlərindən biri odur ki, mövzu gedə-gedə. Məsələn, mənim hazırladığım suallar da var. Suallar çox verilişdə olub, bir neçə verilişdə olub. O suallar qalır bir kənarda. Bu söhbət gedə-gedə elə bir yeni suallar yaranır. Bax, hal-hazırda 2 dənə maraqlı bir sual gəlib zehnimə. Deməli, rast muğamı hansı muğamlardan sonra oxunmalıdır və yaxud da oxunur? Bununla bərabər rast muğamını hansı mövzularda oxumaq daha məsləhətdir? Bəli. Bilirsiniz də, bilirik də biz ki, Quranda məsələn cürəbəcür mövzular olur. İstər valideynlərinlə münasibət olsun, istər tövhid bəhsi olsun, istər digər bəhslər olsun. Bunların hər biri üçün bəzən muğam seçilir ki, burada daha gözəldir oxumaq. Sırf rastın hansı muğamda oxumaq, hansı mövzuda oxumaq məsləhətdir? Çox maraqlı suallardır və çoxlarının da düşündüyü suallardır ki, rast hansı ayələrdə oxunur və hansı mövzularda oxunur və rast hansı muğamlardan sonra oxunur. Bəli, çox maraqlıdır. Mövzuya girməmişdən əvvəl ümumiyyətlə bunu qeyd edim ki, ərəblərdə bir misal var. Atalar sözüdür belə desək. İzə talə leyləkə fərrast. Deyir ki, elə ki gecə oldu, rast oxu. Çox maraqlı bir atalar misalıdır. Bunu niyə görə deyiblər? Rastın bayaq genişliyi ilə danışdıq. Yəni rast o qədər geniş muğamdır ki, yəni rastın üzərində o qədər ayələr oxumaq olur, hökmləri oxumaq olur. Məsələn, əmr hökmləri var, yalvarış var, sonra tövbə var, sonra əqaid məsələləri var, peyğəmbərlər haqqında var, Allahın sifətləri haqqında var. Yəni bu mövzuları nə qədər elə biz danışsaq yenə var, tövhid var. Oradan da istənilən ayə yadıma düşür, onu rast oxumağın yəni konkret belə desək, mən deyirəm ki, məsələn, Allahın sifətləri haqqında oxunur rast. Bu belə deyil. Yəni elə ayələrdə var ki, bu hökmlərdən başqa hökmlər ki var, onu da qari gəlir rastla oxuyur. Bəli. Bir sözlə, yəni oxunuşlarda düzdür, bunu tövsiyə edir alimlər ki, Allahın sifətləri haqqında, tövhid haqqında, sonra ümumi nübüvvət haqqında, peyğəmbərlər haqqında ki, oxuyun və yaxud da əqaid məsələləri haqqında oxuyun, ibadət ayələri haqqında oxuyun. Məsləhət budur, amma istənilən ayəni oxumaq olar. Amma istənilən ayəni bəli, rast üzərində oxumaq olar. Yəni biri qulaq asır, deyir ki, ilkin müəllim dedi ki, rast muğamı yalnız Allahın sifətləri haqqında və yaxud da peyğəmbərlər haqqında. Amma biri gəlir qiyamət haqqında olan ayələri rastdan oxuyur. Bu o demək deyil ki, o səhvə yol verib. Yəni belə bir şey yoxdur. İzə talə leyləkə fərrast, yəni elə ki gecə oldu, rastla oxu. Yəni o muğamın genişliyi haqqında o söz onu çatdırır ki, bu muğam çox genişdir. Nə qədər, məsələn, biz diqqət eləsək, tərtillə oxuyan qarilərin çoxu rastla oxuyur. Görürsən, rast oxuyurlar. İbtihal oxuyanların əksəriyyəti demək olar ki, rastla daha çox oxuyurlar. Məşhur bir... Genişliyindən o cürətdə, hə? Genişliyindəndir. Azan, məsələn, Qəlvəşin azanı rastla nə gözəl azan verib. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Rastla olan bir məsələn azandır. Görürsən, xoş gəlir. Yəni bunu demək istəyirəm ki, rastın ləhni insanları cəlb edir. Cəlb edici və şirin muğamlardan, geniş muğamlardan biridir rast. Şöbələr də çoxdur, hə hacı? Şöbələrindən məşhur olan Suznaq şöbəsidir ki, qarilər onu istifadə edir. Məsələn, Minşavi, mən ən çox Minşavinin o Suznaq muğamından çox xoşum gəlir. Suznaq rastla Hicazın elə bil qarışığı, bir hissəsi rast, bir hissəsi Hicaz olduğu üçün ona Suznaq. Məna olaraq da yəni daha ürək yandırıcı. Yəni deyir ki,
filankəs bir söz dedi, elə oxudu, ürəyimi yandırdı. Belə bir deyim də var bizdə. Bəli, İbrahimcan, Suzunak muğamın çox qarilər oxuyub. Məsələn, Mustafa İsmaili qeyd etmək olar. Keyfə bənəynə, Qaf surəsi, 6-cı ayə, bəli. Çox qəşəngdə oxuyub. Düzdür, indi bizim səs çalarımız Mustafa İsmaillə düzgün uyğun gəlmədiyinə görə, bəli, istəməzdim oxuyam. Amma Şahat oxuyub və Mahmud Şahat da oxuyub. Bunu qeyd edim ki, əziz qarilərimiz, hər ustadın oxunuşunda təbii ki, səs çalarları fərqli olduğu üçün muğamların elə bil ki, bəzən vaxtı deyirsən ki, yox, bu o deyil. Amma baxanda görürsən ki, biraz diqqət edəndə görürsən, bəli, Rastla Hicazın qarışığı və Suzunak muğamı. Amma yenə deyirəm, səs fərqli olduğu üçün, səs çalarları fərqli olduğu üçün, fərqli notlarda ifa olunduğu üçün təbii ki, o fərq eləməlidir. Məsələn, Minşavinin oxuduğu notda Suzunakı mən oxuya bilirəm rahat. Çünki səs çalarıma uyğundur. Amma Mustafada oxuyanda məsələn boğuluram. Yaxşı. Və yaxud da Şahadın özündə çox zillə, məsələn, 1-ci pərdədən 5-ci pərdəyə qədər rast və 5-dən 8-ə Hicaz muğamı və yaxud da bəzən vaxt əks də eləyirlər bunu. Amma çətindir Hacı. Hicazı əvvələ salırlar, rastı sonraya salırlar. Hər halda oxumaq olur. Bəli. Rastın, yəni məşhur və qeyri-məşhur şöbələri var. Biz dedik, məsələn, ən məşhurlarından Suzunakdır və Mahur şöbəsidir. Sonra, məsələn, Noruz deyirlər, şöbələrindən biridir. Mən onu axtarış elədim. Adətən, bilirsiniz, İraq oxunuşları. Savtul İraqidə daha çox istifadə olunur. Onlarda biraz fərqlidir Hacı oxunuş tərzi. Bəli, oxunuş tərzi fərqlidir və Savtu İraqidə daha çox istifadə edirlər həmin o muğamdan. Sonra Rast-ı Delnişin var, Rast-ı İsfahan var, Rast-ı Suz var. Yəni, bunlar qeyri-məşhur şöbələrdir. İndi ola bilər ki, xalqlardan asılıdır. Hər hansı bir xalq, məsələn, bu rastdan istifadə etsin. Hacıcan, bu rast muğamında ən çox qiraət edən qarilər, tanıdığınız məşhur olanlardan kimlər var? Məşhur qarilərdən Mustafa İsmail daha çox oxuyanlardan və... Şahatı da bilirəm mən. Şahat var, Mustafa Qəlvəş daha çox. Məsələn, mən görmüşəm ki, Mustafa Qəlvəş rast dərhal keçid edir rastda və ya qeyd elədim ki, elə azanı da, məşhur azanı da rast muğam üzərindədir. Muhammed Rəfət var, Həssan var, Şəşayi, Səyyad ki, zillə oxuyan qarilərdəndir, o var. Əbdülal rast muğamından daha çox istifadə edir. Bəli, bu məşhur qarilər demək olar ki, rastdan istifadə ediblər. Hacıcan, istəyərdim, ürəyimdən gəldi, istəyərdim, məsələn, dinləyicilər üçün də asan olsun deyə Fatihə surəsində, məsələn, siz həm rastın qərarını, həm cavabını, həm də cavabını əgər mümkün olsa, münasib olsa göstərirsiniz. Olarmı elə bir yerdə oxuyaq? Əlbəttə Hacıcan, necə? Daha gözəl olar ki, inşallah rast muğamın bir yerdə ifa edək və inşallah çalışaq orada qərar, cavab və cavablarda göstərək ki, inşallah əziz qarilərimiz ondan istifadə eləsinlər. Elə bu yaxında demək olar ki, inşallah paylaşım edəcəm Allahın izni ilə. İnşallah. Çoxdan da heç belə bir şeylər etmirdim, amma fikirləşdim ki, lazımdır. 8 muğam, yəni əcəm ayrı oxumuşam, çağırgahda ayrı oxumuşam, ona görə 8 muğam deyirəm. Onları bir qısa Ar-Rahman surəsinin sonuncu ayələrini oxudum və inşallah paylaşım edəcəm onları. İnşallah, İnşallah əziz qarilərimiz istifadə edər. Müvəffəqiyyətlər inşallah. Hacıcan, rast muğamının qərarından başlayaq o zaman da. Bəli, təbii ki, qərarı olacaq. Onu da qeyd edim ki, yəni hansı pərdədə başlayırsansa, o yəni sənin səsi o uyğun olaraq o qərar hesab olunur. Məsələn, Həmd surəsindən oxuyaq ki, əziz qarilərimizə daha rahat olsun. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim.
الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين. الله. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين. مالك يوم الدين إياك نعبد وإياك نستعين. Allah. Cavab. Bəli. Məsələn, gedirik cavaba tərəf. Bəli. Elhamdülillahi Rabbil alemin Rahmanirrahim Maliki yevmiddin. Allah. Bu cavabıdır. Bəli. Və cavaba doğru gedirik, gördünüz. Cavab artıq deməli yüksək bir notlara getdi. İndi gedirik bundan da daha üstün nota. Elhamdülillahi Rabbil alemin Rahmanirrahim Maliki yevmiddin İyyâke na'bud. Allah. Elhamdülillahi Rabbil alemin Rahmanirrahim Maliki yevmiddin İyyâke na'budu ve İyyâke nesta'in. Allah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ar-Rahmanir-Rahim. Maliki yevmiddin. İyyâke na'budu ve İyyâke nesta'in. Cavab hissəsi. Elhamdülillahi Rabbil alemin Ar-Rahmanir-Rahim Maliki yevmiddin İyyâke na'bud. Allah. Miş abi bu qaydada oxuyur. Biz Fatihə oxuyuruq ki, cəmaata asan gəlsin azı. Siz başqa qiraətdən oxudunuz. İyyâke na'budu ve İyyâke nesta'in. Keçirəm cavab hissəsinə. Elhamdülillahi Rabbil alemin Ar-Rahmanir-Rahim Maliki yevmiddin İyyâke na'budu
Allah. Bəli, bu da oldu cavabıl cavab Cavab, hissəsi. bəli. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'bud. Allah. Rahat, yəni və oxuyan da elə bir pərdə seçməlidir ki, təbii ki, o zil pərdəni götürə bilsin. Təbii ki, İbrahim, mən istərdim sən də oxuyasan və qərar Və hissəsindən oxuyasan. sizin oxuduğunuz tərzdə də qərar Fərqi yoxdur, bəli. birinci Qərar, qərardan cavab, başlayır. cavabı, cavab, bəli. İyyâke na'budu və iyyâke nesta'in. Allah, Allah. İhdina's sıratal mustakim. Allah. İhdina's sıratal mustakim. Sıratallezîne en'amte aleyhim gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Elif lam mim. Allah, Allah, Allah. Zâlikel kitâbu lâ raybe fîhi huden lil muttaqin. Allah. Davam. Zâlikel kitâbu lâ raybe fîhi huden lil muttaqin. Ellezîne yu'minûne bil gayb. الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناهم ينفقون. الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناهم ينفقون. الله. والذين يؤمنون بما أنزل إليك وما أنزل من قبلك وبالآخرة هم يوقنون. الله. أحسنت. يا الله. الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناهم ينفقون. الله الله الله.
أولئك على هدى من ربهم وأولئك هم المفلحون. Sadaqallahul aliyyul azim. Bəli, bütün oxuduqlarımız təbii ki, rast muğamı üzərində qərar, cavab, cavab. Sadaqallahımız bayatdır. Bu qədər elə bilirəm ki, kifayət edər. Əlimizdən gələn qədər inşallah çalışdıq. Təşəkkür edirəm. Allah razı olsun. Allah razı olsun. Doğrudan da çox faydalı oldu. İnşallah ümid edirik izləyicilərimizə də faydalı olsun. Allah razı olsun. Çox sağ olun. Təşəkkürlər. Bəli, əziz, hörmətli tamaşaçılar, bununla da verilişimiz sona çatır. Sağ olun, sağlıqla qalın.